Həzrət Məhəmməd neçə yaşında vəfat edib? Məhəmməd Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm hicrətin 11-ci ili, miladi tarixlə 632-ci ildə 63 yaşında vəfat edib. İndi gəlin Quranda Peyğəmbərin vəfatı ilə əlaqədar ayələrə baxaq. Yunus 46-da oxuyuruq. Əgər biz sənə onlara vəd etdiklərimizin bir qismini göstərsək də, yaxud səni vəfat etdirəcək olsaq da, onların dönüşü bizədir. Sonra Allah onların nə etdiklərinə şahiddir. Rə'd surəsinin 40-cı ayəsində oxuyuruq. Əgər biz sənə onlara vəd etdiklərimizin bir qismini göstərsək də, yaxud səni vəfat etdirəcək olsaq da, sənə düşən yalnız təbliğ edib çatdırmaqdır. Hesab isə bizə aiddir. İndi isə Qafir 77-yə baxaq. Səbr et. Həqiqətən Allahın vədi haqdır. Biz sənə onlara vəd etdiklərimizin bir qismini göstərsək də, yaxud səni vəfat etdirəcək olsaq da, onların dönüşü bizə olacaq. Yaxşı, Peyğəmbəri vəfat etdirmək ifadəsi gələn surələrin sıra nömrələri nədir? Yunus surəsi 10-cu surədir. Rə'd surəsi 13-cü surədir. Qafir isə 40-cı surədir. Bunların cəmi 63-dir. Yəni Peyğəmbərimizin vəfat etdiyi yaş. İndi kimsə təsadüf, kimsə populizm adlandıra bilər, olsun. Maraqlı gəldi, dedim sizinlə də paylaşım. Heç olmasa ayələri zikr etmiş olaq.